Dünyada elə bir dövlət başçısı varmı ki, öz xalqına bu qədər nifrət etsin, onu bu qədər aşağılasın? Biz sizə deyirik ki, İlham Əliyev, sənə yaraşan istefadır. Bir ağızdan istefa! İstefa! Baxın, müxalifətə olan kinini, hüccəsini dilinə gətirin. Belə çıxır ki, Qarabağ veteranına 27 manat verməklə, Azərbaycan təqaüdçüsünə 90 manat, 80 manat verməklə, müəlliminə 150 manat, həkimə 200 manat verməklə demək istəyir ki, ay xalq, sizə yaraşan bu səfalətdir, bu kasıbçılıqdır. Ona görə bu xalqa nifrət edirlər ki, ona ən pis olanı rəva görürlər ki, çünki bilirlər ki, bu xalq heç zaman onlara səs verməyib, bu xalqdan mandat almayıblar. Ona görə o kinin, o nifrəti bax bu şəkildə ifadə edirlər.